Salam dəyərli izləyicilər, mən Sadiq Şamilov, fizika müəllimi. Bir məsələ ilə bağlı qısa bir video çəkmək istədim. Ümid edirəm ki, faydası olar. Fizika öyrənməklə bağlı. Təəssüf olsun ki, bəzən baxırıq ki, dərsi izah edərkən şagird dərsi sinifdə çox yaxşı mənimsəyir, hətta verilən suallara dərsdə o an cavab verir. Sadəcə isə sınaq imtahanı keçirdiyimiz zaman baxırıq ki, nəticə heç də tam ürək açan deyil. Bunun bir çox səbəbi var və biz bunu valideynlərlə müzakirə edirik. Bildirirlər ki, məsələn, bəzən uşağın riyaziyyatı yaxşıdır, ancaq fizikanı qavramaqda problemi var və ya başqa səbəblər. Təbii ki, bunların hamısı səbəbdir, ancaq mən hesab edirəm ki, əsas problem hardadır? Uşaqlar fizikanı təsəvvür etməyə çalışmırlar. Məsələn, sərbəst buraxılan bir cisim deyəndə sadəcə elə onu bir cümlə kimi görürlər və onun arxa plandakı mahiyyətini anlamırlar. Yəni, həqiqətən bir qələmi müəyyən bir hündürlükdən masanın üzərinə buraxaraq da onu görmək olar ki, bu cisim aşağıya doğru düşəcək. Çünki burada filan səbəblər var. Baxın, birinci məsələ budur ki, təsvir etmirlər. Digər tərəfdən isə şagirdlərimiz və fizika öyrənməyə çalışan gənclər fizikanın sadəcə quru düsturlarının mahiyyətini bilmədən, məsələn, anlamağa çalışırlar. Mən burada mahiyyət deyəndə təbii ki, hər bir düsturun hardan gəldiyini, onun isbatını demirəm. Təbii ki, bizə təklif olunan proqramda buna ehtiyac belə yoxdur. Çünki zaten zaman limitlidir, zaman qısıtlıdır və biz də bir marafon içərisindəyik. Müəyyən proqram var, müəyyən mövzular var və biz bunu çatdırmalıyıq. Məsələ buradan nədən ibarətdir? Məsələ bundan ibarətdir ki, elə düsturlar var ki, onlar bir-birindən, yəni mövzunun içərisində əlaqəlidir. Və biz onu dərs izahlarında bir-birləri ilə əlaqələndirərək izah etməyə çalışırıq. Təbii, hər müəllimin metodu başqadır, eyni olmağa məcbur deyil. Və bu zaman ən azından şagird mövzunun içərisindəki 2 və ya 3 düsturu bilsə, ardını özü gətirə bilər, elə deyilmi? Ancaq eləmirlər. Bu da nəyə gətirir, çıxardır? Zaten əzbərçi bir sistemdə daha da əzbərə gedir. İndi nəzərə alsaq ki, şagird təkcə fizikadan hazırlaşmır, digər fənləri var, 5 və ya 6 fəndən imtahan verir. Hər fənlərin özündə də müəyyən əzbərləməyə nələrsə yetər qədər var. Bir də onun üzərinə sadə məsələlər əzbər kimi gələndə ortada unutqanlıq yaranır. Uşaq suala baxır, deyir ki, burada hansı düsturuydu? Baxın, bir problem bu. Digər problem, dostlarımız fizikadan yetəri qədər zəhlələr gedir. Hətta deyərəm, nifrət eləyənlər var. Bu imkan vermir ki, onlar sadə bir mövzunu belə anlasınlar. Yəni, bir də demək istəyirəm, anlamağa cəhd belə eləmirlər. Evdə sadəcə qoyurlar qabağına qaydanı və ya video izahı və ya testi, baxıb yazırlar. Sonra və sonrası təkrar evdə fizikaya nə qədər vaxt ayrılır, nə qədər məşğul olunur. Baxın, bu məsələlər təəssüf ki, öz əksini tapmır və bəzən yarımçıq qalır. Bu da gətirir, çıxardır nəyə? Fizikada mövzular artdıqca mövzuların unudulması, biraz qıraq sual gələn kimi sualı həll edə bilməmə problemi. Baxın, bunlara lütfən diqqət eləyək. Bunlar həqiqətən fizika önündəki əngəllərdir. Zaten imtahanda sualların bəziləri şablondur, standartdır. Ən azından onların modelini, tipini öyrənmək olar. Zaten mən inanmıram elə bir müəllim olsun ki, yəni o şablon sualları deməsin. Zaten test bankın içərisində diqqət eləsəniz, əvvəlcə düsturlar, təriflər soruşulur, sonra məsələlər gəlir. Uşaq bəzən elə sual verir ki, o sualın, məsələnin həlli ondan 3 nömrə əvvəl ki, sualda düstur kimi soruşulub. Yəni, daha böyük problem nədir? Dostlarımız nə etdiklərinin fərqində deyirlər. Bu ən böyük problemdir. Belə, biraz uzun oldu. Çalışacağım ki, daha da qısa eləyim, amma müəyyən məsələləri sizin diqqətinizə çatdırım. Növbəti videolarda görüşənədək.